Botoks prosedurunun nevroloji baxımdan hər hansı təhlükəsi var? Botoks prosedurası bu günləri əslində o nevroloqlar tapıblar. Nevroloq bu gün kosmetikada istifadə olunur. Botoks nə olan şeydir? Elektrik impulsu gəlir bu əzəliyə və mənim bu əzələm yığılır. Elektrik impulsunun sinirdən əzəliyə keçməsini ləngidir, qarşısını alır. Bəzən elə xəstələr var ki, əzələlərdə həddindən çox rigidlik çoxdur, tonus həddindən çox yüksəlir. Yaxud da hemispazm deyirlər. Yəqin görmürsünüz, göz vura-vura durur belə şeylər. Çünki elektrik impulsu bu əzəliyə gəlir, başlayır göz vurur. Və bu zaman botoks preparatını işlədəndə artıq bu sistem dayanır. Çünki əzəliyə elektrik siqnalı gəlmir. Və yaxud da spastik o qədər güclü ki, xəstə gəzə bilmir. Əzəliyə botoksu vurursan, yumuşaldı, xəstə gəzməyə başlayır. Belə halda botoksun əlbəttə ki, xeyri var. Amma bunu mütəxəssis eləməlidir. Botoksun dozası həddindən çox olsa, bəzən göz qapaqları düşür aşağı, xəstədə udma prosesi pozulur, danışığı nitqi pozulur. Düzdür, bu müvəqqəti hal daşıyır, sonradan keçib gedir. Amma hər halda müəyyən müddət insan əziyyət çəkir. Yəni bunu peşəkara və bu işin mütəxəssisinə elətdirmək lazımdır. Mən daha hər adam gəlir durur, alnını qırışlarını götürmək üçün botoks eləyirəm və bu əslində ziyanlı bir şeydir. Botoks Clostridium botulinum adlanan bir bakteriyanın zəhəridir. Bilirsiniz botoks nədir? Yəqin ki, siz də eşitmisiniz. Pomidoru bağlayırlar, lobyanı bağlayırlar qış üçün. Anaerob şəraitdə həmin botulo mikroblar yetişir, sonra açırlar yeyəndə bütün ailə məhv oldu. Bütün ailə. Botulotoksin hesabına məhv olur. Tənəffüsü dayandığı üçün. Ona görə də bu zəhərdir. Amma buna görə də bunu lazım olan varsa eləmək lazımdır. Yeri gəlmişkən estetik əməliyyat elətdirənlər, bizdə empatiya adlanan bir şey var, empatiya. Yəni qarşımdakını dərdinə şərik olmaq var. Nəfər olur, niyə şərik oluram? Siz ağrı çəkəndə sizin üzünüzdə olan mimika əzələlər müəyyən ifadə alır. Məndə aynə neyronlar var. Mənim üzümdə həmin o ifadəni aldığı üçün mən sizin halınıza acıyıram. Amma əgər məndə botoks varsa, məndə əzələ iflici var. Sinir impulsu, mən üzün o ifadəni almır. Və belə adamlarda empatiya düşür aşağı. İnsanların halına yanmaq hissləri olmur.